Ədalət TV-nin fəaliyyətə başlaması münasibətilə onun yaradıcı kollektivini və bütün partiya üzvlərimizi, bu prosesdə zəhməti keçən bütün dostlarımızı hamısını təbrik edirəm. Ümid edirəm ki, Ədalət TV-nin fəaliyyətə başlaması partiyamızın ölkəmiz miqyasında həm üzvlərinin sayının artmasına, həm yüksək səviyyədə təbliğ olunmasına böyük köməklik göstərəcək. Mən bütün ədalətçiləri Ədalət televiziyasının açılması münasibətinə təbrik edirəm. O cümlədən siz Ədalət TV-nin kollektivini, sizə uğurlar arzu edirəm. Bildirmək istəyirəm ki, Ədalət Partiyasının televiziya kanalı kimi bu kanal yəqin ki, bütün ictimai-siyasi xadimlərin üzünə açıqdır. O cümlədən Ədalət Partiyasının ictimai həyatını, siyasi həyatını ictimaiyyətə təqdim etmək üçün çox böyük rol oynayacaq. Uğurlar sizə. YouTube kanalı olaraq Ədalət televiziyasının yaradılması münasibəti ilə bağlı bütün ədalətçiləri təbrik edirəm. Bu həqiqətən hər birimiz üçün bayramdır. Əminəm ki, bu televiziyanın partiyamızın fəaliyyətinin ictimaiyyətə çatdırılması istiqamətində əhəmiyyətli rolu olacaqdır. Və həmçinin bu televiziyanın fəaliyyəti partiya sıralarının genişləndirilməsində öz əməli töhfəsini verəcəkdir.